Salam əziz şagirdlər. Bugün izahlı lüğətlə bağlı bir testə baxacağıq. Uşaqların daha çox qarışdırdığı mövzulardan biridir. Çünki bunun üçün söz ehtiyatı lazımdır. Lüğətlərdən istifadə etmək lazımdır. Gəlin bir testə baxaq. Onları da izah edeyim. Deməli, testdə yazılıb ki, hansı leksik mənaya uyğun söz verilməmişdir? Birinci yazılıb ki, qəddar, zalım, insafsız. Variantlarda var əzazil. Testi sizə də qoyacağım, siz də baxa biləcəksiniz. Fəhimli B variantı, C variantı fəsad, D variantı ekspres, Y variantı fasad. Biri fəsaddır, biri fasaddır. Deməli, qəddar, zalım, insafsız insan əzazil insandır. Burada deyir ki, uyğun söz verilməmişdir. Deməli, A variantını çıxırıq. Sürətli nəqliyyat vasitəsi ekspresdir. D variantı çıxırıq. Binanın çölə baxan qabaq hissəsi ön tərəf isə fasaddır. Fasad ön tərəf deməkdir. Təbiətən dərrakəli, intuasiyalı, fəhimli deməkdir. Ağıllı, dərrakəli sözü fəhimli sözüdür. Fəsad sözünün artıq leksik mənası burada verilməmişdir. Deməli, doğru cavabımız isə fəsad C variantı olacaq.